arada isə İran səfirindən Azərbaycanla Bakıya qalmaqalı bir mesaj gəlib. Yenə bir tərəfdən Pezeşkiyan zəng edir Azərbaycan prezidentinə. Biz humanitar yardımlar edirik ki, bu az sonra onun görüntülərini də sizin nəzərinizə çatdıracaq. Digər bir tərəfdən isə İran səfirindən Bakıya qalmaqalı bir mesaj gəlir ki, biz istəsəydik Azərbaycanı dəqiq zərbə ilə vurardıq. Gerçəkdən də ciddi bir qeyri-adekvatlıqla üz-üzəyik. Mən başqa ifadə səsləndirə bilmirəm. Çünki həm bir tərəfdən bizim qonşularla heç bir problemimiz yoxdur. Biz Türkiyəni vurmamışıq, biz Azərbaycanı vurmamışıq. Burada hansı bir təxribat var deyib, sonra isə səfir səviyyəsində lazım olsa vurardıq, dəqiq zərbələrlə vurardıq kimi açıqlamaların verilməsi o ölkədə ciddi bir idarə etmə probleminin olduğunu bir daha göstərir. Bəli, dəyərli izləyicilər, İranın Ermənistandakı səfirinin Azərbaycanla bağlı açıqlamaları diqqət çəkib və bəyanatın tonu Bakıya yönəlmiş açıq xəbərdarlıq kimi qiymətləndirilir. Musavat.com erməni mediasına istinadən xəbər verir ki, İranın Ermənistandakı fövqəladə və səlahiyyətli səfiri Xəlil Şirqolami Şant telekanalına müsahibəsində Naxçıvan hava limanına güya İran dronlarının zərbə endirməsi ilə bağlı iddialara münasibət bildirib. Səfir bu iddiaları şübhəli adlandıraraq bildirib ki, İranın Azərbaycanı dronla vurması üçün heç bir səbəb olmayıb. Onun sözlərinə görə, əgər Tehran belə bir qərar versəydi, zərbə tam fərqli bir formada həyata keçirilərdi. Əgər belə bir qərar olsaydı, hədəfə dəqiq zərbə indirilərdi. Necə ki, bəzi Amerika bazalarına və İsrailə qarşı zərbələr zamanı etmişdik deyə İranlı diplomat və Şirqolami iddia edib ki, baş vermiş insident şübhəli xarakter daşıyır və Azərbaycanın reaksiyası isə qeyri-mütənasib və dostluqdan uzaq olub. Səfirin sözlərinə görə Azərbaycanın reaksiyası İran hərbi rəhbərliyini Bakıya xəbərdarlıq etməyə də məcbur edib və İran diplomatı bildirib ki, Bakı öz ərazisindən İsrailin İrana qarşı istifadə olunmasına imkan verməməlidir. Əgər İran İslam Respublikasına hücum baş versə, biz tərəddüd etmədən və qətiyyətlə cavab verəcəyik deyə səfir vurğulayıb.